Posthumanizmdən danışacağıq. Posthumanizmi bir cümləyə, bir təyinə yerləşdirmək mümkün deyil. Ona görə də deyirlər ki, posthumanizmlər var. Posthumanist düşüncə hərəkatı insanı dünyanın yeganə mərkəzi sayan anlayışı tənqid eləyir. Deyir ki, biz başqa canlılarla bir yerdə yaşadığımız üçün digər canlıları da nəzərə almalıyıq. Bəzən amma posthumanizmi transhumanizm anlayışı ilə qarışdırırlar. Bu iki anlayışın arasındakı fərqə diqqət eləməliyik. Transhumanizm texnoloji vasitələrin, texnoloji inkişafın insan həyatına təsir eləyəcəyini, insanın bioloji və idraki funksiyalarını daha çox artıracağını, yəni texnologiyanın insanı uzun ömürlü, sağlam, bəlkə də ölümsüz eləyəcəyini iddia edir. Posthumanizm isə əksinə belə bir iddiadan çıxış eləmir. Sadəcə deyir ki, bizim həyatımızda kiborglar, robotlar, başqa canlılar var. Biz bütün bu canlıların hamısını insan qədər bərabər hüquqlu yanaşma ilə bir yerdə dərk eləyib qiymətləndirməliyik. Transhumanizmin hədəfi genetik mühəndislik, süni zəka və nanotexnologiyalar vasitəsilə insanı daha bir üst versiyaya qaldırmaq, müəyyən mənada üst insan yaratmaq iddiasından çıxış edir. Posthumanizmin məhdud insan anlayışını tənqid edir. Ancaq ümumiləşdirsək, belə demək olarsa, transhumanizm insanın bioloji və idraki sərhədlərini kənar müdaxilə vasitəsilə qəbul eləsə də, posthumanizm belə bir şeyi qəbul eləmir. O deyir ki, bu daxilən baş verməlidir. Biz ekosistemin içərisində bərabər yaşamaqla nəyəsə nail ola bilərik. Bu iki anlayışın köklərini biz Friedrich Nietzsche'nin üst insan anlayışında, Michel Foucault'un bioetika anlayışında, Deleuze'də və s. tapa bilərik. Ancaq çağdaş dövrümüzdə transhumanizm və posthumanizm anlayışlarını daha çox iki filosofun əsərlərinə əsasən qiymətləndirirlər. Bu iki filosof Donna Haraway və Rossi Braidotti'dir. Donna Haraway'in ötən əsrdə yazdığı Kiborg Manifesti adında əsər və kitab var ki, bu məqaləsində Donna Haraway iddia eləyir ki, biz əslində elə qədim zamanlardan bəri təxminən kiborg kimi yaşayırıq. Yəni, texnologiya ilə iç-içəyik. Məsələn, ilk ov alətlərindən istifadə edən insan da elə texnologiyadan istifadə eləmiş olurdu. Öldürdüyü heyvanın dərisini öz üzərinə atmaqla, təbiətlə müəyyən bir həmahənglik içərisində idi. Eyni zamanda da yaradılış olaraq da insan idi. Yəni, üç ayrı fərqli sahənin sanki birləşməsi zaten onda var idi. Yəni, müəyyən mənada elə əvvəlki dövrdən də biz kiborg insanlar idik. Bu mənada çağdaş dövrdə bizim kiborg anlayışına başqa cür baxmaq, ona tənqidi yanaşmaq haqqımız yoxdur. Biz elə həmişə kiborg kimi yaşamışıq və bu təbiətlə həmahəng yaşamağın özündə bir kiborqluq var. Bu Donna Haraway'in yanaşmasıdır. Rossi Braidotti'nin yanaşması isə bundan fərqlidir. Rossi Braidotti özünün 2000-ci illərdə yazdığı Posthuman adlı kitabında deyir ki, insan və başqaları anlayışına biz əvvəlki qədər ayrı-seçkiliklə yanaşmamalıyıq. İnsan və başqaları deyəndə o deyir ki, insan daim köçəri bir varlıqdır, daim yer dəyişir, dinamikdir, sabit deyil və bu qeyri-sabitlik ona gətirib çıxardır ki, o digər canlılarla daimi ünsiyyətdədir. Bu canlılar deyəndə həm ekosistemin digər varlıqlarını nəzərdə tutur, eyni zamanda da müasir dövrdə həyatımıza daxil olan texnoloji varlıqları nəzərdə tutur. Yəni, insan və başqaları deyəndə həmişə başqalarının haqqını bundan əvvəlki antroposentrist, insan mərkəzli dünyada biz onların haqqına giririk, onları ayrı-seçkiliklə kənarda qoyuruq. Ancaq bu olmaz. Yəni, biz insan deyəndə artıq içi boşalmış insan anlayışı kimi yox, bu anlayışı aşıb keçən, ona daha qlobal miqyasda baxan bir tərzdə təqdim eləməliyik. Posthumanist və transhumanist fikirləri biz bədii ədəbiyyatda və filmlərdə də görə bilərik. Arthur C. Clarke'ın Uşaqlığın sonu, Richard Morgan'ın Dəyişdirilmiş karbon kimi romanlarında bu təzahürləri görmək olar. Mən Robotam, Matrix, Ülgüc üzərində yürüş kimi filmlərdə də transhumanist, posthumanist postulatları tapmaq mümkündür.